Salam dostlar, mən Əli Məmmədov. Bugün yenə Mr. Meat oyununa davam edəcəyik. Bu bölümümüzdə deyim nə qaracaq dostlar. Bu Mr. Meat'im səhər bu qızı yox, balaca uşağı qaçırıb. Bu uşağı da domuza çevirib. Mındar şərəfsiz domuz. Elə adında da domuz var. Mr. Meat yəni Azərbaycandası domuz adam, domuz kişi, domuz pip. Nəysə, harda qalmışdıq hə? Bugün gedib o domuz qızı təzdən insana çevirməyə çalışacaq dostlar. Ya Allah, bismillah başlayaq. Həmişə bismillahla başlayın. Hə, gəldik. Keçən səfərki bölümdə bunu polisə vermişdim. O bir bölümdə qızı xilas eləmişdim. Bu bölümdə də bu domuz adamın qızını xilas edəcək. Qızını yox balaca bu uşağı qaçırıb domuza çevirib. Hə, onu təzdən insana çevirməyə çalışacaq. Görək də eləyə biləcək. Görüm də alındıra biləcəm. Gedək görək nə olur. Tam sındırdıq. Hə. İndi buradan tezlə bura gedəcəyik. Bu səhər tez olmalıyam biraz. Çünki bu bölüm bu dostlar bundan 3 dənə yığmalıyıq. Bu musiqi şeylərindən oyuncağı kimi bir şeydir bu. Ondan 3 dənə yığmalıyıq. Burada yoxdur. Hə, burada da var. 2 dənəsi buradadır. Yazıda qalsın. Gəl. Ya nətər loxladım. Bunu mən 1-2 dəfə eyni taktiklə yoxlamışam. Yoxlamamışam, loxlamışam. Hamısında da eyni taktiklə loxlanıb, lox. Mən buna lox deyəndə elə belə demirəm ki, bu doğrudan loxdur ki, mən buna lox deyirəm. Doğrudan çəkişdə üst qatdadır. Doğrudan çox pis yerlərdə çıxıb ya bu əşyalar bir səfər. Ay belə. Onsuz oyun uzundur, bu oyunu daha da uzun eləyəcək. Nəysə təzdən bu onsuz bölüm uzun da olsa siz izləyərsiniz. İzləməzsə o videomda 10-15 nəfər izlədi ya. Gedin dəstək olun da, polisə vermişəm Mr. Meat'i, siz izləmirsiniz. Nə deyim? Amma buna da bir ehtiyacımız olacaq dostlar. Təzdən buradan çıxaq. Bak, gəl. İndi dostlar biz baleriyana deyirəm. Barbie kuklalarının parçalarını yığmalıyıq buradan. Birinci parçamız. Gəl. Gəl görüm nə qaracaqsın. Bunun da onsuz bir dənə qolu var deyənə 2-3 dənəsini bir yerdə yığmaq olmur. Bunun bir dənə qolu var. O adama deyərlər 3-4 dənə qolun var, hansını yığ 4 dənə. İşte xarabə. Hamısını da elə bil mən buna deməliyəm. Get də. Nə deyim, loxdur da, lox. Baba bunu yenə anlatacağım. Baba indi bura gələcək. Gəl, indi bir səhər bura gəl. Get ya. Gəl, rahat. Loxu loxlamaqdan asan şey yoxdur ya bu dünyada. Gidirəm. Bir dənə parça qaldı, o ya buradadır ya da onun yataq otağındadır. Yataq otağında, yataq otağında olmasaydı yaxşı olardı. Tez tap. Hazır gəlməmiş tezi qoyum. İndi dostlar onu Barbie parçalarını birləşdirdi. İndi Mr. Meat gələcək, bunu öz uşağına aparacaq. Bir qatacaq götürəcək. Uşağını aparmayacaq, nə uşağı? Uşağı aparacaqdı yəni. Uşağa. Gedəcək uşağı aparacaq bunu, oynadmağadır, nəyəsə görə aparacaq. Bilirsiniz ki o qapı kilitli idi. İndi gedəcək o kilitli qapıyı açacaq. Onu qızı aparmağa görə gedib onu açacaq. Gördüyün dostlar, indi sizə göstərəcəm o qapıyı açıb. De qapı niyə bağlı? Dostlar uzatdım işi, rahat gedibmişdi, açmışdı da, sən niyə şey eləyirsən ki? Nəysə bu onsuz gedəcək indi. Onsuz əlindədir, hər nə olur olsun gedməlidir. İndi gedib o qapıyı açacaq, biz də gedəcək o qızı xilas eləyəcək. O vaxta qədər də bir dənə gedim o açım o qapıyı. O qapıyı yaxşı açım, sonra gedim çəkici gətirim. Onsuz orada o qızı açana qədər, gedənə qədər onsuz çoxlu vaxt çıxacaq. O çəkən vaxta qədər də mən rahat gedərəm. Elə bildim üst qatdadır, bir qorxu, nəysə, bir qorxu gəldi içimə. Görmədi, lox görmədi. Dedim görəcək, görmədi. Bunu da sındırıq, asan. Həqiqdə uşağa verdi o oyuncağı da, nətər şey eləyirsən, sən nətər adamsan, Uşağın canı oyuncaq istəyir də, oyuncaq apar ona. İşte xarabə. Sənə də oyuncaq lazımdır, o ayrı məsələ. Sən də elə uşaq kimi bir şey etdi, onsuz bu da. Qəşək burayı da açdı, burada işimizi yaramaz ya, ancaq nəsə. Dallon paket. Gəl o uşağı apar da onu. Domuz beynini ya. Elə adın domuzu deyə elə beynin də domuz qədər olmalı da.
Neyse da burada dayanırıq. İndi o gedib orada hər qapı açıb ya indi də. İndən qapıyı açıb ya hələ şey Barbie aparmayıb. İndi gedək görək. İndi dostlar uşaqdan bir qışqırıq səsi gələcək. Siz qulağınızı bağlayın ya. Çox bərk bir qışqırıq səsi gələcək. Bundan çox qorxur da uşaq. Bunu domuza çevir bax, ona görə çox qorxur. Bu gedib ora versin, biz də onu qıraqdan izləyək. Görürsün nətə qorxur uşaq bundan. Pis sənin kimlərin sifatıyla. Gördün o mənə təqib eləsə də onsa heç nə olmaz. İndi o qızı xilas eləmək üçün 1-2 dərsə şey eləməliyik. Onun üçün təzdən ora getməliyik. Burada gizlənək, o düz çıxanda ora təzdən girəcəm mən, rahat olmayın. İndi o qızı o şeydən bunu həbs eləyib o yerə, oradan çıxarmalıyıq. Bir dəqiqə, bura gəlmir o. Hə, üst qata gedir, üst qata gedir, rahat olmayın. İndi təzələr gedib bunu buradan çıxaraq, açar buradadır, o buradadır. Hə, indi birinci açar eləyək, ya o birisini eləyək, taxta eləyək, hə. Bu taxtaya gedib o üst qatda bunu qıracaq, sonra bir şey eləyəcək. Bundan dairəvi şey düzəldəcək, bunu bura taxacaq, sonra oradan o ip gətirəcək, onu bura bağlayacaq, sonra bunu atacaq, bu belə qalxanda onu ağırlıq eləyəcək, bunu da qaldıracaq. Bilmirəm, başa düşdünüz. Mən qədər loxda ölsə başa düşərsiniz, neysə. Çox şey danışıram, ona tər deyirlər, çox şey danışıram, Sürətli danışıram. İndi o tərzdən ona gəlsin, az danış da, sən də daya, boş danışır elə. İndi atız gələcək, bəkdən bir daha qışqırtı qoyacaq, yenə qulağınızı bağlayın. Hə, buna bax, hər bir dəqiqədən bir ətdən bir parça götürür, yiyir, zəhər zıqqım olsun, sənə. Cavanı domuz əti satır, özündə dana əti var. Görürsünüz də, bu nədir, oyun niyə boğayır da? Hə, nəsə o geçsin. Hə, o getdi, indi biz gedməliyik üst qata dostlar, üst qata çıxmalıyıq ki, bu açarlı o yerə açaq, mənə gör. Görmədim, lox görmədim, lox. Bunun yataq otağında bir daha yer vardı, oraya gedəcəkdim, gedəmədim. Gəl bura gəl. Bırak. Where are you, little mouse? Bunu ağladımaq çətindir oraya, bular. Dostlar, bunun niyə yataq otağında ip var? Bu qızları qaçırırsa yataq otağında ip var. Bu nə qarba adamda, bu başqa şeylər eləyir, deyəsən ha. 100% tutuldum, gözlə. Ay! Böyle durum verən ki, oy durun ağarsan əsən. Ha, yaxşı, heç nə olmaz, mənə görsələ heç nə olmayacaq. Burada qaçmağa yeri yoxdur deyə gəlib mənə tutsucayı mənə öldürəcəkdir, o bir daha başımı ətlən bir dənə vuracaq. Elə orada da yıxılıb qalacam. Gəlməd deyəsən, elə mən çıxan kimi gələcək. Ədə çıxdım nəysə də, gəlsən gəl, gəlmirsən gəlmə. İndi dostlar, buraya bağlayırıq, sonra bunu götürürük, sonra bunu da bağlayırıq. Sonra bu baba en sevdiğim şey tırıq dərmanı. Bu tırıq dərmanı deyim kimə verəcəyik? Mən də istəyərdim Mr. Meat'e verməyə, ancaq mən Mr. Meat'dən belə əsəb eləyən bir şey varsa, o da domuzdur. Bu domuz yox, uşağı demirəm, sən başmayın. Mən 2 bölümdə qan kusturan bir də domuz var. İndi bu domuza onu aparacağıq, bunun yemliyini atacağıq. Ondan sonra da deyim nə olacaq? Tırıqlayacaq. Sıçacaq da elə bil altına. Bunu sadəcə intikam üçün eləmirik dostlar, bir də bundan şey eləyəcək, dərman eləyəcək. İzləyib görərsiniz. Maraqlı şey eləyəcək dostlar, siz axıra qədər izləyin. Gəl. Çəpərimi gətirirəm, sən öldürərik, sən öldürəm. Rahat bax, bunu bura qoyduq, bam deyə. Bu onu yeyəndən sonra buna bir tırıq gələcək. Gəl görəsən. Yenə gördü məni belənçi işə osturum. Hə, görmə, get. Get yeməyi ye. Get yeməyi yedən adam mənə niyə səbləşdirsən də nəsən? Hə, asa. Bu səfərdə Mr. Meat gəlir də mən, belə işə mən nə deyə bilərəm ki? Bu domuz adam görəcək mən, Mr. Meat də görə bilər. Oy, belə gəlir. Hə, gəldi ya, qaçdıq, heç nə olmaz, qaçdıq. İndi bir dənə oradan o şeyə götürməliyik. Əlci onsuz o şeydə idi, o qəribə yerdə. Harada da, hə burada. Bunu götürürük, buna gedib o həyatdakı şeyi. Bunu üst qata atmalıyıq. Üst qatdakı o asitli su var ha. O Mr. Meat'in asitli suyu. Onun üstüne bunu atmalıyıq, hə. Üst qatda 4'e, hə.
Dostlar bunu bura atırıq. İndi getməliyik dostlar buradan. Bura belə çıxmalıyıq. Düz burada şey var, əlcək var. O əlcəyə götürməliyik. Buradan əlcəyə götürdük. Təzədən üst qata çıxmalıyıq. Çıxa bilməliyik. Oy belə qızdan qorxdum ha. Bax qızdan qorxdum sən öl. Elə bildim Mr. Meat'in domuzudur ya. Qızdan qorxdu. Biabırçılığa bax. Bu nədir? Biabırçılığa bax. Mr. Meat'in domuza çevirdiği uşaqdan qorxdum ha. Bu nə tər şeydir ha. Mr. Meat'dən qorxmadım, ondan qorxdum. Neyse tez biraz gedək bura qoyaq. Bax bunu bura qoyuruq. Bunun burada qırmızı bir dənə suyu var da bilmirəm bu nə suyudur bu. Ancaq yaxşı sulardandır onu bilirəm. İçməlidir. İçməlidir onu bilirəm. Tez bunu buradan qaldıraq. Qaldır. Hə, götürdük. İndi dostlar bu şeyi, bu asitli suyu bir də aparmalıyıq orada ora ki bununla dərman düzəldə bilər. Nəsə o gəlsin, problem yoxdur. Bunu belə bura tulluyuruq. Qutardı getdi. İndi bizim getməliyik bunun bu domuzuna bir ziyarət eləyə gedək, bunun bu tırıqlarını yığaq. İndi bununla bir daha tırıq gəlib. Hər yer tırıqdır da dostlar. Rahat tırıqlatdıq bunu. Nə oldu? Sən mənə qovalayarsan, mən də sənə tırıq dərmanı verir, sənə tırıqladaram. Gəl bura, gəl. Bura bax, hər yeri pox eləyib ya bura. Götürdüm. Televizor buradan qaç, 100% görəcək, 100% görəcək. 100 deyirəm də. Anam bala. O şeydə, o İspanyada olur ha, o şeydə. Öküzdən belə qaçırlar ha, eyni ondan eləyirəm. Hop bala, satsan ha belə, da satsan. Oy dödənə navay Mr. Meat. Da bu çöp qutusu. Bu da yeriyəmirəm ki ha. Televizor indi bu poxu, domuz poxunu televizor şey aparmalıyıq ora. Onu da ora qoyacağıq. Sonradan nağarmalıyıq. Bir tane nağarmalıyıq ha bundan sonra. Yadından çıxdı deyəsən. Aha indi yadıma düşdü. Bu Mr. Meat'i bir dənə burada öldürəcəyik dostlar. Buna bir at. Eşitsin səsi bura gəlsin. Biz bunu burada öldürəcəyik. Televizor buradan bu mərmiyi götürək. Bir dənə belə kəlləsinin ortasından bir daha vurmaq istəyirəm buna. Gəl hardasan? Bir də qapıyı dördüm. Hardasan ha buraya? Buraya mən əsəbləşdim tez ol. Harada bu? Niyə gəlmirəm Mr. Meat? İstəməsəm dəqiqə başıma təqib eləyərik. Gəl. Dostlar bunu üst qatda bayıldacam ki oradan biz doktoruzadı gətirməliyik. Where are you, little mouse? Where are you? Təqib eləcəm məni. Hayırdır. Qorxdum ha, tez ol gəl. Oradan gələcəm, mən buradan bir dənə onun təpəsinə bir dənə qoyacam. Bam, getdi. Nə oldu? Ha. İntihazlar gedirik dostlar. Deyin ağaracaq, bu doktoru çağıracaq. Bu doktora da təbii ki gedib şey deməyəcək də yəni. Ay doktor, bizdə bir də burada bir dənə uşaq var, domuza çevirib deməyəcək də təbii ki bilim insanına yəni. Deyər ki, haqqı dostur buradan. Ona tər şeydir, inanmaz. Ona görə gedib buna bu şey göstərməliyik, bu domuzu. Gəl tez ol. Tez gəl, tez ol. Söz ol ona, sanın onu kəllə bir dəyə qoyaram. Gəl. Gedər. Rahat ol, mən o heç nə eləyəməsin, atom sənə heç nə eləyəməyəcək, gəl. Get su, gəl. Gəldin, hadi, sən nə oldu, nə gəldi, tez ol. Çox uzaqlaşandan sonra qaçıcı gedirik, qorxusunlar. Gəl, tez ol, gəl. Ha dostlar, gedirik oradan o şeyin yanına, bilim insan yanına, bu domuz qızı göstərəcək, yoxsa inanmır da təbii ki, mən də olsa, mən də inanmıram onsuz. Mənə birizdən gəlib desək ki, burada domuz qız var, gəl onu xilas eləyək, deyərəm ki, dostdur ha buradan. Özü hörmət elə 2 qram. Hə, gördün ən getdin. Taz ol, yeri. Gəl, göldün, ha. Sən bana açıq olsturum, biri sınıb, biri sınmayıb, gəl. Arda belə bunun belinə vurmalıyıq geçsin, yoxsa yerimir. Nə danışsan, sən geriyə də buradan. Tez ol da la, da olmadı ki. Tez ol. Vay bu nə yavaşlıqdır day. Da Mr. Meat gəl səvidə təpəyə qoyacaq, ondan sonra verməyirli gör dolar. Başa düşdük də verməyirli gör. Mən niyə burada ilişdim, hə?
Dostlar indi burada gəl bu sihirli şeylər cüyüm. Bu dostlar bu poxu bura qoyuruq. Yes. Sonra bu qərbər suyu da bura qoyuruq. Hə, ucu hazır. Düzə bura tıkladığım anda bitir. Bu domuz qız dostlar izləyin. Bax bura, bax bu yazıq qıza, bu nə tər yeyir. Bu nədir, bu nədir? Əli yığışdır. Mərifət tezə bunu qoyum, o əlini oradan yığışdırsın. Gələ bura tez ol. Hə, gəl xilas elə tez ol. Ay da mən o vərələri yığmağı unutdum. Ya da nəysə dostlara qalsın. It is another bit of that. No, very well. Come here. Tez ol da. Drink this. It will help. Dostlar indi burada pəmbə şey içəcək, ondan sonra dönüşəcək dostlar. Bayağı izləyək. İnsan olacaq. Baxın dostlar indi izləyin. İnsan olur baxın. Aha insan olur. Yes, it works. It works. I am the normal girl. Sən eləmədin, mən elədim, mən doktor, mən elədim. Hansını mən yığmışam. Və baxı. Tez olun gedin. Uşaq o da çox domuz olur, insin olan hələ əlini belə domuz kimi tutur. Nə oldu ha? Nə oldu? Şanot dili belə torturanda qopardaram. Nə oldu? Bax şimdi dostlar. Hə, qəşəng dostlar, bu oyunumuzun da finaline gelmiş olduk. Bu bölümümüzden de sonra geldi. Bu bölümden sonra ne olacak derseniz Mr. Meat ikinci oyununu oynayacağım. Onda da birden çok sonlar var. O biraz çətin olacak dostlar. Qəşəng onlar da izləyirsiniz. Sabah təzə video yayında olacak. Da ne diyeyim? Salamat dostlar. Dəstək olun, like atın. Salamat. Son bir dəfə keşfdə sözümü deyib videoya bağlayıram. Salamat. Keşfet. Məni keşfinə sal.